Çin İkinci Dünya Müharibəsindən sonra. Deməli, İkinci Dünya Müharibəsi dövründə Çində millətçilər və kommunistlər var ki, onlar Yaponiyaya qarşı birlikdə mübarizə aparır. Yəni İkinci Dünya Müharibəsində Yaponiya Çin üzərinə hücum edirdi və Çindəki qüvvələr düşmənə qarşı öz gücünü birləşdirməli olur. Bunlar millətçilər və kommunistlər idi. Amma normalda onlar bir-birinin rəqibidir. Və bu dövrdə Şimal Çinin böyük hissəsi kommunistlərin nəzarətində idi və millətçi qüvvələr Çinin cənubunda idi. Deməli, Çinin şimalında kommunistlər, cənubunda millətçilər, yəni homidançılar idi. Müharibə illərində ABŞ Yaponlara qarşı müharibə aparmaq üçün millətçilərə, cənubdakılara yardım göndərmişdi. Yaponiya təslim olandan sonra, yəni müharibə bitəndən sonra Çinin içərisində millətçilər və kommunistlər arasında vətəndaş müharibəsi başlayır. Yəni onlar hakimiyyətə gəlmək yolunda mübarizə aparırdı. Niyə vətəndaş müharibəsi deyirik buna? Çünki millətçi demokratik tərəfdardır, kommunistlər kommunizmlə idarə etmək tərəfdardır. Yəni iki ideologiyadır tərs. Biri başqa bir idarə yaratmaq istəyir, digəri başqa bir idarə yaratmaq istəyir. Ona görə də buna vətəndaş müharibəsi deyirik və bu vətəndaş müharibəsi 45-49-cu illəri əhatə edir və burada kommunistlər qalib gəlir, kommunistlərə SSR yardım göstərirdi. Çin ümumiyyətlə şimaldan SSR ilə qonşu idi və SSR-nin bura dəstək göndərməsi də təsadüf deyildi. Və SSR-də olduğu kimi kommunistlər kəndlilərə torpaq verilməsi təbliğatından istifadə edərək kəndliləri öz tərəfinə çəkə bilir. Millətçilər məğlub olub ölkənin cənubuna çəkilir. Və 49-cu ildə kommunistlər Çin Xalq Respublikasının CXR-in yaradıldığını elan edir. Yəni Çini Çin Xalq Respublikası elan edib kommunistlər hakimiyyətə gəlir 49-cu ildə. Millətçilər isə Tayvan adasına çəkilmək məcburiyyətində qalır. Deməli, kommunistlərin Çində qalib gəlməsi və Çin Xalq Respublikası ilə SSR arasında 1950-ci ildə dostluq müqaviləsinin imzalanması ABŞ-ın antikommunist fəaliyyətini gücləndirir. Niyə? Çünki bu dövrdə soyuq müharibə gedir. ABŞ və SSR bir-birinə qarşı mübarizə aparırdı. SSR-nin dəstək verdiyi kommunistlər Çində qalib gəlmişdi. Ona görə də ABŞ antikommunistlərə, yəni kommunizm olmayanlara, yəni millətçilərə dəstək göstərməyə özünü borc bilir. Və millətçilərin Tayvanda Çin Respublikası adlanan dövlət yaratmasına ABŞ yardım eləyir. Bundan sonra ABŞ Tayvana, rəsmi adı Çin Respublikası idi, hərbi siyasi dəstəyini gücləndirir. Deməli, Tayvanda da Çin Respublikası yaradılmış olur. Yəni biri demokratik, biri kommunist. Şimaldakı kommunist idi. 1950-71-ci illərdə BMT-də Çini Tayvan dövləti təmsil etmişdi. Yəni Çin Xalq Respublikası kommunistlər olanı BMT-yə qəbul etməmişlər. SSR-in özü də BMT-də yox idi. SSR-i də Çin Xalq Respublikasına, yəni kommunistlərə hərbi texniki yardım göndərdi. Yəni hərəsi özünə uyğun yaratdığı bu dövlətlərə yardım göndərirdi. Çin və SSR arasında hücuma məruz qaldıqları zaman bir-birlərinə kömək edəcəkləri haqqında saziş imzalamışdılar. Tibetin işğalı. Çin Xalq Respublikasının ordusu 50-ci illərin əvvəlində Tibeti işğal edir. Tibetlilərə siyasi və dini muxtariyyət vəd verir. Yəni Tibetlilər muxtar respublika olacağını bilir. Tibetin mərkəzində Çinin işğal rejiminə qarşı üsyan baş verir ki, bunu amansızlıqla yatırırlar. Çinin tərkibində onlara muxtariyyət verilir, amma əhaliyə qarşı təzyiqlər güclənir. Yəni verdiyi sözü əməl edir, düzdür, amma əhaliyə qarşı təzyiq göstərirdilər. Gələk kommunistlərin islahatlarına. Yaponiyaya qarşı illərlə müharibə davam etmişdi və ondan sonra da vətəndaş müharibəsi getmişdi Çinin ərazisinə və bu böyük dağıntılara səbəb olmuşdu. Ona görə də kommunistlər islahatlar keçirməyə başlayır ki, bu dağıntıları ortadan qaldırsın. Deməli, kommunistlərin lideri, yəni hakimiyyətə gəlmiş olan kommunist Mao Tse-Dun idi ki, o sosializmə əsaslanan Çin iqtisadiyyatını yenidən qurmaq istəyirdi. SSR-də kimi. Ümumiyyətlə SSR-nin qurma oyuncaq belə deyək də, burada dövləti onun davamçısı olduğunu düşünsək, SSR-də olan islahatlar burada da eynisi ilə keçirilirdi. Sosializmə əsaslanmaq SSR-nin əsas siyasəti idi. Burada da sosializmə əsaslanan iqtisadiyyat qurulur. Əhalinin %80-i, yəni 80% torpaqsız kəndlilərdən ibarət idi. Ona görə də 50-ci illərdə aqrar islahat keçirilir və bu aqrar islahat nəticəsində böyük torpaq sahibləri ki var idi, onların mülkləri əlindən alınır, SSR elədiyi kimi. Və müqavimət göstərən, yəni torpağı əlindən alındığı üçün müqavimət göstərən 1 milyondan çox torpaq sahibi öldürülür. Torpaqları kəndlər arasında bölüşdürürlər. Daha sonra hökumət kəndliləri kollektiv təsərrüfatlarda birləşməyə məcbur edir, yəni kolxozlarda, SSR-də olduğu kimi. Sənaye sahəsində də islahatlar keçirilir. Özəl şirkətlər milliləşdirilir. Qeyd etmişdik ki, SSR-də özəlləşmə yoxdur, özəl sektora icazə yoxdur, ancaq milliləşdirməkdir. Burada da eyni siyasət davam etdirilir. Həmçinin kənd təsərrüfatında kəndlərin şəxsi təsərrüfatında işləməsini, şəxsi torpaq sahibi olmasını istəmirdi. Hər şey dövlətin olmalıydı. Ona görə kollektiv təsərrüfata keçirilir. Burada da eyni şey olur. Deməli, özəl şirkətləri də sahiblərin əlindən alır, milliləşdirir, dövlətin mülkiyyətinə verir.
Sənaye məhsullarının yüksək artımını təmin etmək üçün 5 illik plan tətbiq olunur. Qeyd etmişdik ki, SSRİ-də planlı iqtisadiyyat idi. Burada da planlı iqtisadiyyat. Çin millətçilərinə və Uyğurlara qarşı repressiya tədbirləri həyata keçirilir. Gələk Mao Tse-dunun böyük sıçrayış planı, hansı ki, 10 addım irəli sıçramağı planlamışdı, amma 10 addım 10 il geri sıçradılar, belə deyək. 1958-ci ildə sənaye və kənd təsərrüfatının sürətli inkişafını təmin etmək istəyirdi Mao Tse-dun və bunun üçün böyük sıçrayış planını irəli sürür. Bu böyük sıçrayış planına görə iri kollektiv təsərrüfatlar, kommunalar yaradılacaqdı ki, ölkənin daxilində iqtisadi böhran yaranır və milyonlarla insan bu planın nəticəsində aclıqdan ölür. Yəni böyük sıçrayış planı xalqın ölümü ilə nəticələnir. Plana görə kəndlər birlikdə işləyirdilər, ortaq yataqxanalarda qalırdılar. Böyük sıçrayış uğursuzluğa uğrayır və SSR ilə münasibətlər pisləşir. Bu da Mao Tse-dunun mövqeyini zəiflədir. Yəni nüfuzdan düşür. 1950-ci illərin sonlarında Çinin daxili vəziyyəti ilə yanaşı xarici vəziyyəti də pis idi. Onsuz da Avropa ölkələrindən heç bir əlaqə yoxdur. Ancaq SSR ilə bir dənə SSR ilə əlaqələri var. Və SSR ilə də ziddiyyətlər yaranmışdı. Təklənib də bir növ. Onların hər ikisi dünya miqyasında kommunist hərəkatına nəzarət etməyə çalışırdı. Yəni Çin də istəyirdi ki, kommunist ölkələrə nəzarət onun əlində olsun, SSR-də və bu onlar arasında ziddiyyət yaradır və dünyanın ən uzun sərhədlərinə malik idi hər ikisi. Ona görə də aralarında ərazi iddiaları var idi. Çinlə SSR ümumiyyətlə qonşu idi. Bəzi rəhbərlər Mao Tse-dunun qatı sosialist düşüncələrindən uzaqlaşırlar. Bir çoxları kollektiv təsərrüfatların ləğv olunmasını, kiçik ailə təsərrüfatlarının yaranmasını və məhsulların azad satışını təklif edirdilər. Fabrik və zavod işçilərinin əmək haqqı artımı üçün rəqabət apara bilməsi sənayenin inkişafı üçün əsas şərt hesab olunurdu. Yəni bildirirdi ki, fabrik və zavodda işçiləri elə bir iş sistemi qurulmalıdır ki, əmək haqqını özü işləyərək əmək haqqını çoxaltmaq üçün rəqabətdə olmalıdır. Lakin Mao Tse-dun yeni iqtisadi siyasətin Çinin kommunistlərini ictimai bərabərlik məqsədindən uzaqlaşdırdığını düşünür. Yəni o kommunizm rejimi ilə, sosializmlə idarə etməyi beyninə qoymuşdu, dəyişiklikləri qəbul etmirdi. Ona görə də 66-cı ildə gənclərə inqilab edərək inqilabı öyrənmək çağırışını edir. Bu nə idi? Milyonlarla şagird və tələbə bu çağırış əsasında qırmızı keşikçilər adlı dəstələr yaradır. Bununla da 10 il davam edən mədəni inqilab baş verir 76-cı ilə qədər. Bu zaman mədəni inqilabda nə idi? Kəndlilər cəmiyyətin təkamülverici qüvvəsi idi. Ziyalılar isə təhlükəli təbəqə elan olunur, SSR-dəki kimi. Məktəblər və universitetlər bağlanılır, yəni cahilliyə doğru gedirlər. Ziyalılar ucqar kəndlərdə ağır işlərə cəlb olunur. Ziyalıların o biliyindən, savadından yəni istifadə edə bilmirlər, dəyərləndirmirlər. 20 milyondan çox insan repressiyaya məruz qalır. Nəticədə ölkədə kənd təsərrüfatı zəifləyir. Təbii ki, ziyalının öldürüldüyü, ziyalının savadına dəyər verilmədiyi bir yerdə inkişafın da gözlənilməsi mümkün deyildi. Kənd təsərrüfatı zəifləyir, sənaye müəssisələri bağlanır və ölkədə vətəndaş müharibəsi təhlükəsi yaradır. Və Mao Tse-dun artıq görür ki, mədəni inqilabı dayandırmaq məcburdur, bunu etiraf eləyir. Görür ki, vəziyyət daha da ağırlaşır. Mədəni inqilabı dayandırır və qırmızı keşikçiləri ləğv edir. Mədəni inqilab illərində Çin dünya siyasətindən demək olar ki, kənarda qalır. 60-cı illərdə SSR ilə münasibətlər də artıq pisləşmişdi. 50-ci illərdən zaten pis idi. ABŞ-ın Tayvan hökumətinə kömək etməsi də bu ölkə ilə münasibətləri gərginləşdirirdi. 69-cu ildə SSR ilə Çin arasında sərhəd münaqişəsi baş verir. Sovet ordusu ilk dəfə qrad qurğusundan istifadə edib hərbi texniki üstünlüyünü Çinə göstərir. 91-ci ilin may ayında SSR Çin arasında sərhəd müqaviləsi imzalanır ki, bu müqaviləyə görə Damask adası Çinə verilir. Çinin təcrid olunması ölkə rəhbərliyini narahat edirdi. Yəni Çin ölkələrdən təcrid olmuşdu. Çinin mədəni inqilab illərində dünya siyasətindən kənarda qalması SSR ilə sərhəd münaqişəsi qərblə münasibətləri yumşaltmağa səbəb olur. Yəni SSR ilə pisləşib münasibət məcburdur ki, qərbə tərəf getsin. 71-ci ildə ABŞ Çinə qarşı siyasətini dəyişir və Çin Xalq Respublikasının BMT-yə üzv qəbul olmasına icazə verir. Bu ölkələr arasında, Çin ilə Avropa arasında diplomatik, mədəni və məhdud ticarət əlaqələri yaranır. Kommunistlərin tədbirləri 70-ci illərin sonunda Çində hakimiyyətə İslahatçıların rəhbəri Deng Xiaoping gəlir ki, mədəni inqilabın ağır nəticələrini aradan qaldırmağa başlayır. Kommunist olmasına baxmayaraq Deng Xiaoping iqtisadiyyatın inkişafı üçün Mao'dan fərqli olaraq kapitalist üsullarının tətbiq olunmasına şərait yaradır və mülayim iqtisadi siyasət həyata keçirir. Deməli, bu da kommunistdir, amma buna baxmayaraq o müasirliyin yeniliyə açıq bir insandır və o istəyir ki, mülayim iqtisadi siyasət olsun, kapitalist üsullarından istifadə olunsun, yəni dünyaya ayaq uydurmağa çalışır. Onun praqmatik siyasəti belə idi. Mənim üçün bir pişiyin ağ və ya qara olmasının fərqi yoxdur. Önəmli olan onun siçan tutmasıdır.
Yəni önəmli olan dövlətin məqsədə çatması, iqtisadiyyatı yüksəltməsi idi. Hansı yolla olmasının fərqi yoxdur, kommunist yoxsa kapitalist. Beləliklə, 4 modernləşmə adlanan və kənd təsərrüfatı, sənaye, elm, texnologiya və hərbi sahələrdə inkişafı əhatə edən islahat həyata keçirir. Beləliklə, o 4 modernləşmə adlanan islahat həyata keçirir ki, bu islahatın içərisində müxtəlif sahələr vardı. Kənd təsərrüfatı, sənaye, elm, texnologiya və hərbi daxil idi. 4 modernləşmə adlanan islahatlar nəticəsində Mao Tse-dunun yaratmış olduğu kolxozlar, yəni kollektiv təsərrüfatlar ləğv olunur. Torpaqlar kəndlərə icarəyə verilir. Azad ticarətə icazə verilir. Xaricdən texnologiya gətirilməsinə və ölkəyə xarici kapitalın qoyulmasına icazə verir. Elm və texnologiya sahəsində müasir yenilikləri öyrənmək məqsədi ilə xarici universitetlərdə təhsil almaq üçün xeyli sayda tələbə xarici ölkələrə göndərilir. Və bu islahatlar nəticəsində bir sıra xarici şirkətlər Çində istehsalat müəssisələri açmağa başlayır. Sənaye istehsalı sürətlə artır və həyat səviyyəsi yüksəlir. Tiananmen hadisəsi. Deng Xiaoping iqtisadi islahatların inkişafla bərabər yeni problemlər yaradır. Həyat səviyyəsi çoxaldıqca, yüksəldikcə varlılar və yoxsullar arasında fərqlər də çoxalırdı. Bu siyasət yalnız qərb kapitalının və turistlərin deyil, demokratik siyasi düşüncələrin də ölkəyə daxil olmasına imkan verirdi. Yəni xaricdən gedib gördükləri demokratiyanı gəlib burada da olmasını istəyirdilər. Xaricdə təhsil alan çinlilərin sayı çoxalırdı və onlar qərbdəki demokratik dəyərləri öyrənirdilər və nəticədə Çində bəzi siyasi azadlıqlar məhdudlaşdırılmışdı ki, bunlar tənqid olunmağa başlayır. İnflyasiyanın yüksəlməsi, korrupsiya, məmurlar və Kommunist Partiyası üzvlərinin cəmiyyətdə üstün mövqeyi narazılığın artmasına səbəb olur. 1989-cu ildə tələbələr korrupsiyaya son qoymaq və demokratiya tələblərini Pekinin Tiananmen meydanında kütləvi nümayişlər keçirirlər. Və əhalinin geniş təbəqələri bu tələbələri dəstəkləyir. CXR-in hakim dairələri burada toplanmış nümayişləri ordu tərəfindən amansızlıqla yatırır. Sonra siyasi düşüncə azadlığını məhdudlaşdırır və media üzərində dövlət nəzarətini artırır. Yəni vəziyyəti daha da sərtləşdirir. Böyük Britaniya Nankin müqaviləsinə görə icarəyə götürdüyü Honq Kongu 1997-ci ildə Çinə geri qaytarır. Amma Böyük Britaniya və Çin arasında razılığa görə Honq Kong 2047-ci ilə qədər xüsusi idarəetmə statusunu saxlayacaq. Çin həmin vaxta qədər yalnız Honkonqun müdafiə və xarici siyasət məsələlərini həll edəcək. Uyğur türkləri 1944-cü ildə Uyğur türkləri Şərqi Türkistan Respublikasını yaradılar, amma 49-cu ildə Çexer bu dövləti süquta uğradaraq ərazisini işğal edir. Bundan sonra Çində Uyğur türklərinə qarşı assimiliyasiya siyasəti həyata keçirməyə başlayır və onların hüquqları pozulur, dini ibadətləri məhdudlaşdırılır, məcburi işlətmə, kütləvi həbslər, işgəncə, beynəlxalq ictimaiyyət tərəfindən Uyğur xalqının və mədəniyyətinin məqsədyönlü olaraq yox edilməsi kimi dəyərləndirilir. Hal-hazırda da Temu adlanan satış saytında qeyd olunur ki, Uyğur türklərinə qarşı orada, yəni onları zorla bu məsələlərdə işlədirlər və amansızlıq edirlər. Beləcə də türklərin üzərində bəzi deneylər aparırlar. ABŞ Çinin Sincan Uyğur muxtar bölgəsində Uyğurlara qarşı siyasətini soyqırım kimi tanımış ilk dövlət olmuşdur. Daha sonra Kanada, Böyük Britaniya, Fransa və digər bir neçə dövlətin qanunverici orqanları da bu soyqırımı tanıyır. 2014-cü ildən etibarən Sincan Uyğur bölgəsində etnik zəmində baş verən toqquşmalardan sonra Çin hökuməti burada yaşayan türk müsəlman əhaliyə qarşı siyasətini dəyişdirir. Və nəticədə xüsusi rejimli düşərgələrə Uyğurlar köçürülür və burada tarixi mədəniyyət təqib edilən 1 milyondan çox Uyğur türkü təzyiqlərə məruz qalır. Hal-hazırda da belədir. Amma dövlətlər niyə buna səs çıxarmırlar? Çünki çox dövlətlər Çinlə geniş iqtisadi əlaqələr və digər məsələlərlə bağlı olduqlarına görə, münasibətlər qurduqlarına görə Uyğura qarşı siyasətə səs çıxara bilmirlər. Çin isə Uyğurlara qarşı həyata keçirdiyi siyasəti terrorizmlə mübarizə adlandırır. Əvvəllər Sincan Uyğur Muxtar bölgəsində toplama düşərgələrinin olduğunu inkar edən Çin, artıq bu düşərgələrin Uyğurlara peşə təhsili verən, onların radikallaşmasının qarşısını almaq və ölkəni terrorizmdən qorumaq məqsədilə yaradılmış xüsusi məktəblər adlandırır. Yəni burada insanlara qarşı etdiyi assimiliyasiya, təqiblərə, təzyiqlərə bir ad verir ki, xüsusi məktəblərdir bu və Uyğurları yetişdirmək üçündür güya. Çin yeni minillikdə, yəni müasir dövrdə Çində iqtisadi sərbəstlik mövcud olsa da, siyasi həyatda hələ də məhdudiyyətlər davam edir. Çin nümunəsi demokratiyanın yavaş və məhdud bir proses ola biləcəyini, iqtisadi sahədə liberal islahatların siyasi islahatlara dərhal təsir etmədiyini göstərir. Artıq 2007-ci ildə ABŞ, Yaponiya və Almaniyadan sonra Çin dünyanın 4-cü böyük iqtisadiyyatına malik olan dövlətdir. Lakin onun iqtisadi inkişafının mənfi cəhətləri də var idi.
Şəhərlə kənd arasında böyük fərqlər yaranmış, sosial bərabərsizlik ictimai narazılıqlara səbəb olmuşdur. Sürətlə sənayeləşmə, ekoloji çirklənməyə və digər problemlərə gətirib çıxarır. Hazırda əhalinin sayına görə Çin ikinci yerdə durur. Birinci yerdə Hindistan, ikinci yerdə Çin. Amma bundan öncəki dövrdə birinci yerdə Çin, ikinci yerdə Hindistan idi. Çində iqtisadiyyat və xarici ticarət inkişaf edir, amma insan hüquqları və siyasi azadlıqlar hələ də məhdudlaşdırılır. Bu özünü daha çox Uyğur türklərinə qarşı milli ayrıcalıqçılıq siyasətini göstərir.